Siz, əziz gənclər, müstəqil Azərbaycan Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək, müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. Mən buna əminəm. Ulu Öndərin 1997-ci il fevralın 2-sində imzaladığı fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu günün tarixçəsi 1996-cı ildə keçirilmiş Azərbaycan Gənclərinin birinci forumundan başlayır. Həmin forumda gənclərin problemləri, gənclər siyasətinin əsas istiqamətləri müzakirə edildi. Gənclər Gününün qeyd olunması isə dövlətimizin gənclərə göstərdiyi qayğının bariz nümunəsi, eləcə də sosial yönümlü təşəbbüslərin və insan kapitalının inkişafına göstərilən dəyərdir. 2003-cü ildən sonraki dövrdə gənclərə qayğı ənənəsi Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinin əsas inkişaf istiqaməti kimi təkmilləşdirildi. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları qəbul edildi. 2007-ci il Gənclər ili elan olundu. 2011-ci ildə Gənclər Fondu yaradıldı. 2013-cü ildə isə ilk dəfə gənclər üçün Prezident mükafatı təsis olundu. Azərbaycan gənclərinin inkişaf strategiyası təsdiqləndi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı sosial, mədəni və humanitar layihələr də gənclərin inkişafında mühüm rol oynadı. Sevindiricidir ki, Gənclər Gününün ölkəmizdə belə təntənəli keçirilməsi, bu günə xüsusi diqqətin ayrılması, gənclərin intellektual, sosial və yaradıcı potensialının dəstəklənməsi, onların cəmiyyətinin inkişafına fəal iştirakının təşviqinə şərait yaradır. Biz də bu prosesə qoşulan hər bir gəncə bol uğurlar, motivasiya və əzmkarlıq arzulayırıq. Əziz gənclər, bugünün enerjisi, sabahın ümidisiz. Bilik, təşəbbüs və cəsarətinizlə cəmiyyətimizin inkişafına güc qatır, gələcəyi formalaşdırırsınız. Hər birinizin potensialına inanırıq və sizi daim irəli getməyə çağırırıq. Gənclər Günümüz mübarək.